Salam uşaqlar. Gəlin faiz haqqında olan sualların həllərinə baxaq. Birdən başladıq. Deyir ki, Arif 20 test tapşırığı həll edib və bu bütün tapşırıqların 40%-dir. Yəni 20 test 40%-dir. Bizə deyir, Arif neçə test tapşırığı həll etməli idi? Yəni ümumini soruşur bizdən, elə deyil. Neçə dənə olduğunu bilmirik. X ümumi testlər neçə faiz olar hamısı bir yerdə? Təbii ki 100% olar. Düzdür? Tənasibi həll edirik. Tənasibdə necə etdirdik? Çarpaz. Təbii ki, bu düz mütənasiblikdə, belələrdə tərs mütənasibdən söhbət gedə bilməz. Tərs mütənasibliyin hansı məsələlərə aid olduğunu danışmışdıq. Sən burada test tapşırığının sayı çoxaldıqca faiz də çoxalacaqdır. Təbii ki, düz mütənasibdir. Yəni, bunu deməyə belə gərək yoxdur məncə. Şimdi buradan x tapırıq. Yəni, x-i 40-a vururuq, 20-ni 100-ə vururuq. Bərabər olmalıdırlar bir-birinə. Buradan da tapırıq. Yəni 20-ni 100-ə vururuq, eləyir 2000, bölürük 40-a. Aydın yazıram ki, bilməyənlər bilsin. Eləyir 50. Və yaxud da bu neyini 2 dəfə artıb, deməli buradakı da 2 dəfə artıb 100 olmalıdır. Deməli x nə olacaq? 50. Yəni 1A variantı. İki müxtəlif cür həll etmək olur bu tənasüb misallarını. 2. Traktor 30 hektar yer şumladı. Bu da ümumi sahənin 20%'ni. 30 hektar ümuminin 20%'idir. Bizə deyir ki, sahə neçə hektardır? X hektardır. Ümumi sahə neçə faiz olmalıdır? 100%. Şimdi belə, yəni bunu çarpaz da yaza bilərsiniz. O heç. Amma bu 5 dəfə artıbsa, bu düz mütənasiblikdir. Bu da nə eləyəcək? 5 dəfə artacaq, eləyəcək 150 hektar. Yəni C variantı. 3 saat işlədiyinə görə işçiyə 60 manat maaş verdilər. 3 neymiş? 30 saat. 30 saata 60 manat maaş verilibsə, 20 saat işləsəydi x manat maaş verilərdi. Görürsünüz, bax, eyni kəmiyyətin altında eynisi yazılır. Yəni manatın altında manat, saatın altında saat. İndi bu da təbii ki, necə mütənasiblikdir? Saat artdıqca verilən pul artar da işçiyə. Ona görə düz mütənasiblikdir. Bu 2 dəfə artıbsa, bu da 2 dəfə artmalıdır. X bərabərdir 40 manat. B variantı. Məncə bunu çoxlarınız yazmışsınız. Bunları izah edirəm yəni də. Sahəsi 60 metrin kvadratı olan binanı boyamaq üçün eyni məntiq 60 metrin kvadratına 30 kilogram boya lazımsa, görürsünüz, metrin kvadratına da metrin kvadratına x kilogram boya lazım olur. Bu da təbii ki, mütənasiblikdir. 2 dəfə azalıbsa, 2 dəfə azalacaq. X bərabərdir 10 kilogram. Çarpazlıqla yazmaqda heç bir problem yoxdur. Yəni o onsuz köklərdəmiş cəbdədir. Sadəcə daha rahat yollar axtarırıq da. İndi biz yazmaq üçün də böyüyürsünüz. Hər şey 2 saat hesablayan şey deyil. Biraz rahat yollara qaçmaq lazımdır. 2,42'ni deyir, faizə çevirin. Bax, bunu 5-ci sinifdə səhvlərimizə keçmişdik. Bir şey faizə çevirmək nə deməkdir? Eləməliyik ki, bunun yanına faiz işarəsi gəlsin. Belə rahat olsun deyə belə yadda saxlayın demişdim. Faiz işarəsi gəlməlisə, mən bunu nə etməliyəm? Vurmalıyam. Ya 100'ə vurmalıydı, ya 100'ə bölməliydi. İndi qarışdırmayın deyə belə deyirəm. Faiz yanına gəlməlisə, deməli bunu 100'ə vurmalıyam ki, 100% işarəsi bunun yanına gəlsin. Deməli, ədədi faizə çevirmək üçün onu 100'ə vurmaq lazımdır. Şimdi 100'ə də vururam, neçə eləyir? 242%. Yəni Y variantı. Amma məsələn 6'da deyir ki, 500, yəni bu da faizdir. 524'ü faizə çevir deyir. Faizə çevirirəmsə 100'ə vurmalıyam. O da eləyəcək 52.400%. D variantı. 7'də 0,162 yenə faizə çevir deyirsə, nə edəcəm? 100'ə vuracam. Onluq kəsi 100'ə vuranda nə olur? Sıfırların sayı qədər, yəni 2 dənə vergül sağa gəlir. Yəni eləyir 16,2%. İndi 8'dən başlayır faizə ədədə çevirmək. 67 faizi ədədə çevir deyir. Ədədə çevirirəmsə mən nə etməliyəm? Bu yandakı faiz işarəsini yox eləməliyəm. Yadda saxlayın, faizi ədədə çevirəndə isə uşaqlar 100'ə bölürük. 67'ni də 100'ə böləndə eləyir. 2 dənə arxaya gəlir vergül. 0,67.
Bax 9-da da eyni qayda. 243 faizi ədədə çevirdik. Ədədə çevirmək üçün nə olmalıdır? Faiz yanından getməlidir. Yəni bu 100 faizə bölməliyəm ki, faizlər getsin. Burada da faiz var. O da eləyir 2-dən arxaya gəldi. 2 tam %43 faiz. Başa düşürük. Düşürük məncə. 10. Kamil 2 saata, bax burada bir söhbət var. 2 saata 240 detal hazırlayır. Mənə deyir ki, 3 dəqiqəyə neçə detal, yəni x detal hazırlayır. Biz nə demişdik? Eyni kəmiyyətlərin altında eyni kəmiyyət durmalı. Detalın altında detal durub. Amma görürsünüz, burada saatın altında dəqiqə durub. Ona görə mən nə etməliyəm? Bu saatı dəqiqəyə çevirməliyəm. 1 saat 60 dəqiqədir. Onda 2 saat nə edir? 120 dəqiqə. 2 saatin yerinə yazıram. 120 dəqiqə. 120 dəqiqəyə 240 detal hazırlayırsa 3 dəqiqəyə x detal. Bu da təbii ki, düz mütənasiblikdir. Çünki vaxt artdıqca hazırlanan detalların sayı da artar. Ona görə bu 2 dəfə artıbsa, bu da nə olacaq? 2 dəfə artacaq. Yəni 6 detal hazırlayar. 11. 1,2 saat 72 km yol gedir. 5 dəqiqə neçə kilometr yol gedər? Baxırıq ki, burada da saat dəqiqə söhbəti var. Ona görə nə edirik? Saatı dəqiqəyə çeviririk. 1 saat 60 dəqiqədir. Yəni saatı dəqiqəyə çevirəndə nə etməliyəm? 60-a vurmalıyam, düzdür? 1 saat 60 dəqiqədir. 2 saat 120 dəqiqədir. Görürsünüz, 60-a vururam. Deməli, burada da 1,2 saatı dəqiqəyə çevirəndə saat yazaq. Nə edəcəm? 1,2-ni 60-a vuracam. O da eləyəcək 1,2-ni 6-ya vuranda. Yəni 12-ni 6-ya vurmaq kimi bir şeydir də bu 72. Deməli 1,2 saat nə deməkdir? 72 dəqiqə deməkdir. 72 dəqiqəyə 72 kilometr yol gedirsə 5 dəqiqəyə də x kilometr yol gedər. Yəni hara getdi bu misal? 5 kilometr yol gedər. Yəni bu bundan eynisidirsə, təbii ki, bu da eynisi olacaq da. Yəni A variantı. Sonra 12. 40 ədədi 200-ün neçə faizi? Bax, bunlarda da çaşır bəziləriniz. Burada bir dəfə məntiqi tutsaz, yəni nəyə x yazacağım, nəyə 100 yazacağım, bir dəfə məntiqi tutsaz, inanın ki, istənilən bu formada misalları həll edə, məsələləri həll edə biləcəksiniz. Bizə deyir ki, 40 ədədi 200-ün neçə faizdir? Bunun bir sürü yolunu sizə öyrətmişəm. Amma məncə, yəni uşaqların da yazdığından görəm ki, bunların hamısının eyni yolu, rahat bir yolu var. O rahatdır. Valla bir də 2-3 dəqiqə düzgün qulaq assaz, məncə bunu başa düşərsiniz. Deyir, 40 ədədi 200-ün neçə faizidir? Nəyi soruşur məndən? 40-ı soruşur, düzdür? 40-ın neçə faiz olduğunu soruşur, bilmirəm. Nəyin neçə faizdir? 200-ün. Yəni 200-ü özü verib. 200 deməli özü neçə faiz olacaq? 100 faizdir ki, soruşur ki, 40 onun neçə faizidir? Yəni burada soruşulan 40-dır. Ona görə 40-a x faiz yazdım. Verilənsə 200-dür. Ona görə 200-ə 100 faiz yazdım. Əgər desəydi 240-ın neçə faizidir? Onda 200-ə x yazardım. 40-a 100 faiz yazardım. Başa düşürsünüz? Burada 40 ədədini soruşduğu üçün 40-a yazdım x faiz. 200 özü verdiyi üçün 200-ün neçə faiz deyir ki? 200-ə 100 faiz. Heç nə. Yəni bunu normal çarpazda həll edə bilərsiniz və yaxud da 40 neçəyə vurulub? 5-ə vurulub. Deməli, burada da x 5-ə vurulub 100 almalıdır. Deməli, x neçə olacaq? 20 faiz. Bu qədər. Deməli, 40, 200-ün 20 faizi. Həqiqətən 200-ün 20 faizini tapsaz, görəcəksiniz ki, 40 alınır. Bu qədər. Və 13-ə bir iki dənə yazaq bunlara aid. 13, 30 faizi, 30 olan ədəd tapın. İndi mənə deyir ki, veriləni yazıram sadəcə. 30 faizi 30'dur. Özü deyir də, mənə şərtdə deyir ki, 30 faizi 30 olan ədədi tap. Ədədin altda yazılmalıdır x. Onda ədədin özü neçə faiz olacaq? Təbii ki, 100 faiz. Ədədi soruşur məndən. Faiz ona görə 100 olacaq. Yəni 30 faizi 30-sa özü verib. Ədədin özü, yəni 100 faizdə nə olacaq? X. Bu da eləyir elə 100. Bu bunun eynisisə, bir dəfə artıbsa, bu da bir dəfə artacaq. Deyəcək 100.
Deməli, həqiqətən 100-ün 30%-i 30-dur. Həqiqətən tapsaz, görəcəksiniz ki, 100-ün 30%-i 30 eləyir. Başa düşürük. C variantı. 14. Deyir ki, yenə verib 30%-i 60 olan ədəd. Özü verib ki, mənə 30%-imiz 60-dır. Ədədin özünü bilirəm, xeyr, x yazıram ədədin altına ədəd. Onda faiz nə olacaq? 100%. Ədəd, bütün ədəd nə olacaq? Təbii ki, 100% olacaq. Amma ədədin nə olduğunu bilmirəm deyə x yazdım. Bu da şərtdə veriləndi. 30%-də 60-dır deyir. 30 62-yə vuranda alınır. 32-yə vuranda 60 alınır. Deməli, burada 102-yə vurmalıyım. Yəni 200. Deməli, x-imiz 200-müş. Həqiqətən 200-ün 30%-ni tapsaz görərsiniz ki, 200-ün 30%-i 60 eləyir. Yəni B variantı. 15. 120 ədədi 400-ün neçə faizdir? Bax, bayaq dediyim qayda. Bizdən nəyi soruşur? 120-ni soruşur. 120 deyir, neçə faizdir? X faiz. Bunu bura yazdım. Nəyin? 400-ün. Ədədin altı ədəd. 400 özü neçə faiz olacaq? 100%. Və dediyim kimi soruşulan x faizdir. Verilən ədəd 100%. 400-ün neçə faizdir? 400 özü 100%dir. 120 deyir, onun neçə faizdir? X faiz. Bunu çarpaz da yaza bilərik. Ən yaxşı çarpazdır. Çünki 120-ni tam nəyəsə vuranda 400 alınmır. Şimdi 400'ü vururam x'a, 120'ni də vururam 100'ə. Baxın, burada 120'ni 100'ə vurub təbii ki 400'ə bölürüz. O heç. Amma uşaqlar, vurmada biz tənliyin hər tərəfini eyni ədədə bölə bilərik. Yəni, buranı da 100'ə bölüm, buranı da hər ikisindən 2 sıfırı sildim. Nə qaldı? 4x bərabərdir 120 vurulsun 1. Yəni 120. Üstü neyəcəm? 120'ni 4'ə böləcəm. O da eləyəcək neçə? 30. Yəni siz 120'ni 100'ə vurubsa, təzədən 400'ə bölsəniz də yenə 30 alacaqsınız. Yəni A variantı 30%. Başa düşürük. Məsələn, baxın bura, misal yazıram bir dənə. 50 vurulsun x bərabərdir 40 vurulsun 5 tutaq ki. Deyirəm ki, mən bunun hər iki tərəfini böldüm 10'a. 5x bərabərdir 4 vur 5 20, x bərabərdir neçə aldım? 4. İndi gəl bölməyim. 50x bərabərdir 40'ı 5'ə vuranda nə edir? 200. Yine 250'yə böləndə nə edəcək? 4. Gördünüz? Yəni hər iki tərəfini 10'a bölə bilərəm. Hətta 5'ə də bölə bilərdim. X'in 4 olduğu promo buradan alınır. Yəni hər iki tərəfi eyni ədədə vura və yaxud eyni ədədə bölə bilərəm. Bərabərliyin hər iki tərəfini. Sonra 16 o tərəfdədir. Nə oldu? Gözləyin görün.